Salam əziz şagirdlər, 5-ci siniflər üçün həm monitoring, həm də BSG-yə hazırlıq üçün belə bir materialımız var. Gəlin izahlarına başlayaq. Amma sizə bir şey deyim. Mən 1000 abunəyə olmağa çalışıram. Xahiş edirəm videonu izlədikdən sonra bəyənib rəy yazmağı unutmayın. Dəstəyiniz vacibdir. Gəlin başlayaq. Deməli, birinci sual deyir ki, m kiçikdir 6 bərabərliyi ödəyən natural ədədlər hansıdır? 6'dan kiçik və natural istəyir. Natural istədiyinə görə sıfırları çıxırıq. 1, 2, 3, 4, 5. Burada 6 var deyə olmur. Cavab oldu B variantı. İkinci sual. Yarışda iştirak edən idmançıların yaşları 10, 14, 16, 20'dir. Orta yaşı müəyyən edin. Orta yaş demişdik nədir uşaqlar? Rəqəmlərin, ədədlərin cəmləyib onun sayına bölünməsi. Baxıram. 10, üstə gəl 14, üstə gəl 16, üstə gəl 20. Neçə ədəddən söhbət gedir? 4 yarışmacı, düzdürmü? Ona görə bölürəm 4'e. 14 ilə 16, 30. Bu da 30. Eləyir 60. 60'ı 4'e böləndə 15 edər. Cavab oldu D variantı. Üçüncü sual. 24 metrin kubu neçə santimetrin kubuna bərabərdir? Uşaqlar, hər bir metrin kubu 1 metrimiz 100 santimetrdir. Düzdürmü? Kənardan qeyd etsək. Onda 1 metrin kubu da 100'ün kubudur. Yəni 100 vurulsun 1'də 100 vurulsun 1'də 100. Kub olanda 6 sıfır olur. İndi 24 metrin kubudsa 24 ve yanında 6 dənə sıfır. Yəni 24 milyon santimetrin kubu. Cevap oldu 6 sıfır D variantı. Dördüncü sual. Koordinat cüzlərindən hansıdır bu asıllığa uyğun olur? Y bərabərdir 2x çıx 1. Gəlin yerine qoyaq. A variantında deyir ki 2 ola x birincidir, y də ikinci. Yerine qoyacaq. 3 bərabərdir 2 vur 2 çıx 1. Bəli, 4'dən birini çıxanda uyğundur. B variantına baxaq. 4 bərabərdir 2 vur 4 çıx 1. 2 vur 4 8'dir. 8'dən birini çıxanda 7 eləyər. Uyğun deyil. C variantı 3 qoysaq 3'ü 2'ye vuranda 6, birini çıxanda 5 eləyər. 7 eləmir, uyğun deyil. D variantı 5 qoysaq 5'i 2'ye vuranda 10, 1 çıxanda 9 eləyər uşaqlar. 10 eləməz. E variantında 2 qoysam 2'ni 2'ye vuranda 4, 1 çıxanda 3 edər, 6 etməz. Y də uyğun deyil. Cavab olur A variantı. Niye A variantı dedik? 2'ni 2'ye vuranda 1 eləyir, 4 eləyir. 1 də çıxanda 3 edir. 5-ci sual. Deməli, bir də deyir sadələşdirin. 12 n-dən 5 n çıxanda 7n. 7n isə 4n gələndə eləyir 11n. Cavab oldu D variantı. 6-cı sual. Biri digərindən 2 dəfə böyük olan qonşu bucaqların cəmini tapın. Aha, qonşu bucaqlar demişdik ki, bir düz xəttin üzərində olurlar və cəmləri 180'e bərabər olmalıdır. İndi biri x-dirsə, digəri 2x-dir uşaqlar. Onda cəmi də 180-dirsə, 3x bərabərdir 180. Onda 1x bərabərdir 60. Onda biri 60'dır, digəri 2 dəfə böyükdürsə, olacaq 120. Yəni A variantı. 7-ci sual. Kvadratın perimetri 60 olarsa onun tərəfin uzunluğunu tapın. Bilirik ki, perimetr nədir? Perimetr 4 tərəfinin cəmidir və 4 tərəfi 60'dırsa 60'ı bölərəm 4'ə və alaram bir tərəfi 15 imiş. A variantı. 8. Tilinin uzunluğu 4 santim olan kubun həcmini tapın. Həcm nə idi uşaqlar? A'nın kubuydu. Yəni 3 ölçüsünün bir-birinə vurulması. 4'ün də kubu 64 edər. Cavab oldu yine A variantı. Gəldik 9'a. Deyir ki 115, 208 ödəyən ən böyük, ən kiçik natural ədədlərin cəmini tapın. Yazaq. 115 kiçikdir x, kiçikdir 208. 115'in altında xət yoxdur. Baxın, bu hissədə altında xət yoxdur deyə 115'dən bir böyüyünü götürəcəm. 116. Amma bu hissədə xət var deyə 208'in özünü götürəcəm. Olacaq 208. Bizə də deyir bunların cəmi tapın. 324. C variantı. 10-cu sual. Kubun neçə tili var? Bir dənə kub çəkək. Bakın til nədir? Tərəfdə 1, 2, 3, 4 tərəf burada var. 4 tərəf aşağıda var və 4 tərəf də bunları birləşdirir. Yəni 3 vur 4, 12 tili var. C variantı. Bu 2 ballıq suallar idi. Bunlar asan, yəni bəsit suallar idi.
Keçirik indi ikinci səviyyə sualları, daha çətin sualları. 11-ci sual deyir ki, biri o birindən 7 dəfə böyük olan 2 ədədin cəmi 192 olarsa, bu ədədləri, böyük ədədi tapın. Deməli uşaqlar, onda birinə x deyirəmsə, ikinciyə 7 dəfə böyükdür, axı 7x deyəcəyik və cəmi 192-dir. Toplasam 8x bərabərdir 192. 8-ə bölsəm, deməli 24 eləyəcək. Deməli, bizim birincimiz 24'dür. İkincimiz bundan 7 dəfə böyükdür axı. 192-dən 24'ə çıxıb da tapa bilərik. 24'ü 7'yə vurub da tapa bilərik. 28 2 hətta 168. Cavab olur D variantı. A vur B 16 olarsa 5 vurulsun 4A vurulsun B ifadəsinin qiymətini tapın. Gəlin belə deyək. B vurulsun 5 vurulsun 4A bərabərdir. 5'i 4'ə vuranda 20. Qalır 20 vurulsun A vurulsun B. A vur B'ye də biz 16 demişik. Onda 20 vur 16 verəcək 320. Yəni A variantı. 13. Hündürlüyü 3, oturacaq sayısı 24 olan düzbucaqlı paralelipedin həcmini tapın. Həcm düsturu necə idi? S oturacaq vurulsun H, yəni 3 ölçünün hasili A vur B vur C'ye bərabərdir. İndi oturacaq sayısı 27-dirsə, 27'ni də 3'ə vurarıq. Eləyər 81. Cavab olur C variantı. 14. Tərəflərdən biri 15 cm olan düzbucaqlının sahəsi 90'dır. Düzbucaqlının perimetrini tapın. Gəlin baxaq. Bir dənə düzbucaqlı çəkək. Aha, deyir ki, tərəflərindən biri 15'dir. Onda dərhal uşaqlar, burada 15'dir, burada x-dir, burada x-dir. Və perimetrimiz 90'dır. İndi 15, 15, 30 eləyir mi? Gəlin bu 30'u 90'dan çıxaq. Eləsin 60. Həmin bu 60 bundan bunun cəmidir. İndi 2'yə böləndə biz alacağıq bir tərəfini, o da eləyəcək 30 cm. D variantı. 15. Nazlı hər birinin qiyməti 0,3 manatdan M dənə şar aldı və kassaya 10 manat pul verdi. Ona qaytarılan pulu tapmaq üçün hansı riyazi ifadələr doğrudur? Gəlin görək birinci nə qədər xərcləyib. Biri o 0,3'dür, M dənə şar alıbdı. Vururam M-ə, eləyir 0,3 M. Düzdürmü? Məsələn, fərz eləyin ki, mağazada bir şey alırsınız və onu tutarı 1 manatdır. 10 manat vermişsə nə qədər qaytaracaq? 9 manat. 2 manatdırsa 8 manat. Bunu tapmaq üçün nə edirik? Həmin 10 manatdan verdiyim puldan xərclədiyim pulu çıxıram. Yəni 0,3 manat M-i çıxıram. Bu da ya manat eləyərdim gərək, ya da manat işarəsi çəkərdim. M. O da olacaq 10 çıxılsın 0,3 M. A variantı. 16-cı sual. Deyir ki, 1000 nəfər arasında sorğu aparılıb və alınan məlumatlar əsasən dairəvi diaqram tətbiq edilib. Neçə nəfər futbola üstünlük verir? Burada yəqin ki, dairəvi diaqram olmalıydı. Şəkil düşməyibdir. Dairəvi diaqram yoxdur uşaqlar. Ona görə diaqramımız yoxdur. Qalsın bu sual. 17-ci sual. Tili 10 cm olan kubun neçə litr maye tutur? Deməli, birinci bunun 1000, belə deyək, 1 litr, öncəliklə bunu qeyd edək ki, 1000 metrin kubu tutur. Aha, indi gəlin tili 10 cm-dirsə, birinci bunun həcmini tapaq. 10 vur 10 vur 10 eləyir 1000 santimetrin kubu. O da əslində, onda buradan belə deyək də, 1 litr 1000 metrin kubudursa, daha doğrusu əksinə yazmalıydı burada. 1 metrin kubu 1000 litrdir. İndi 1000 santimetrin kubu, onda bunu çevirək metrin kubuna, o da eləyir 1000'də 1 metrin kubu. 1000'də 1 metrin kubu. İndi hər 1 metrin kubu da 1000 litrdir axı. Bunu da 1000'ə vursaq eləyəcək 1 litr. Bunu 1000'ə vuraq 2 litrə çevirək. O da eləyir 1 litr. Cavab olur C variantı. Uşaqlar, bu 11 demək deyil, biri 1'dir, biri litrdir. Yəni hər birində məsələn 100 litr, 10 litr, 5 litr. Aha, keçdik 18'ə. Deyir ki, 2x gəl A tənliyinin A-nın yerinə hansı ədəd yazılsa tənliyin kökü 8'ə bərabər olar. Tənliyin kökü dediyimiz şey x-in qiymətidir. X-imiz demək 8 imiş.
Yerine qoysaq, yazaram belə 2 vur 8 üstə gəl A bərabərdir 21-ə. 16 üstə gəl A bərabərdir 21-ə. Təbii ki, A 5 olmalıdır ki, bu ödəsin. B variantı. Aha, ikinci dərəcəli sualları qurtardı. Qaldıq 3-cü və 4-cü tip sualların arasında. Daha get-gedə çətinləşir. Üçbucağın bir tərəfi 32, ikinci tərəfi bundan 10 cm kiçik, üçüncü isə ikincidən 2 dəfə böyük olarsa perimetrini tapın. Gəlin birdən üçbucağımızı çəkək. Deməli, birinci tərəfi 32-dir. İkinci tərəfi 10, bundan deyil 10 cm kiçik. 32-dən 10 cm kiçik 22-dir. Üçüncü tərəf isə ikincisindən 2 dəfə böyükdür. Yəni 22 tapmamışdıq. 22-dən 2 dəfə böyük 44-dür. Bizdən perimetr istəyir. Üçünü də toplayacağıq. 32 üstə gəl 22, üstə gəl 44, 66, üstə də 32 gələndə 98 edər. Cavab oldu D variantı. Gəldi 20-ci suala. Ölçüləri 12, 6 və 4 cm olan düzbucaqlı paralelепипed formalı suyun 6'da 5 hissəsi neçə metrin kubu tutur? Deməli, gəlin həcmini dərhal tapaq. Dedik ki, bəyək vururuq 4 ölçüsünün 3 ölçüsünün bir-birinə. 12 vur 6 vur 4. 12'ni 4'e vursam 6'ya vursam 72. 72'ni de 4'e vuranda 288. İndi bizə lazımdır onun 6'da 5 hissəsi. 6'ya bölüb 5'e vuracağıq. 6'ya bölsəm deməli 45, 48 eləyəcək. 48 də 5'e vursam 240 metrin kubu. Yəni A variantı. 21-ci sual. Diaqramda şagirdlərin sayı və imtahanda aldığı qiymətlər göstərilib. 3 alanların sayı bütün sinfin neçə faizdir? Gəlin hər birini tapaq. 2 alan 3 nəfər, 3 alan 5 nəfər, 4 alan 8 nəfər, 5 alan 4 nəfər var. Deməli, neçə şagirdimiz var? Birinci bunu tapaq. 3, üstə gəl 5, üstə gəl 8, üstə gəl 4. 20 nəfər uşaq var imiş. Yəni 20 nəfər qiymətləndirilib. İndi bizə deyir ki, 3 alan var. 3 alan neçə nəfərdir? 3 alan 5 nəfərdir. Onda 5-i, 20-də 5-i 3 alıb, düzdürmü? İndi bizə faiz dediyinə görə əlavə olaraq vururuq 100%-ə. 20-20-yə 1 dəfə, 120-yə 5 dəfə. 5-i 5-ə vuranda 25% eləyir. Cavab oldu D variantı. Gəldi 22-ci sual. Biri digərindən 5 dəfə böyükdür. Əgər bu ədədlərin cəmi 240 olarsa böyük ədəd tapın. Yenə uşaqlar biri x-dır, biri 5x-dır və deyir cəmi 240-dır. Onda 6x bərabərdir 240. Cəmi çünki 6x-dır. 1x-i tapmaq üçün də 6-ya bölsək 40 edəcək. Bu 40'dır uşaqlar. Bizdən yenə böyük ədədi soruşur. 40'ı da 5'e vursam digəri 200 olar. Cavab oldu D variantı. Üçüncü sual. Verilmiş figurların həcmləri bərabər, ölçüləri isə fərqlidir. İkinci figurun eni nə qədərdir? Deməli, bunun üçüncü ölçüsü yoxdur. Daha doğrusu burası yoxdur. Yazıram belə. Əgər deyir ki, həcmləri bərabərdir. Onda birincinin həcmi 22 vur 10 vur 14'dür. İkincinin həcmi isə 15 vur 15 vur x'dir. Üçüncü ölçünü bilmirik. 22'ni 10'a vursam 220. Axı cavab tam alınmayacaq. Deməli, görə 140. 140'ı 22'ye vursam ikinci figurun eni nə qədərdir? Deməli, ikinci figurun 22'ni 10'a vuranda eləyir. Deməli, 2'dən 15 olması biraz problemdir. Bölünməyəcək, mənə elə gəlir. Vurulsun 14 bərabərdir 3080'ə. Həcmləri bərabərdirsə bu da 3080 edəcək. İndi bunu biz 225'e bölməliyik. O da tam bölünmür. Dediyim kimi burada bir rəqəm fərqi var. 15'e vuranda da 225 eləyir. Burada cavab təqribən 14 alınır. Amma yenə deyirəm təqribən cavablar düz gəlmir. 24-cü və nəhayət 4-cü səviyyə, yox 2 dənə sual qalıbmış. Deməli, 24-cü sual. Düz prizmanın oturacağı katillər 6 və 8 olan düz bucaqlı 3 bucaqdır. Prizmanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Uşaqlar, bu arada bir şey deyim. Bu diaqram bu suala aiddir. Bu gəlib bura çıxıbdır. Qoy onu da deyim. Deyir ki, 1000 nəfər arasında sorğu aparılıb və məlumatlar əsasında dairəvi diaqram tətbiq olunub, futbola üstünlük verir. Futbol neçə faizdir? 35%-i də, 1000-in də 35%-i 350 eləyir. Bu sualın şəkli niyə gəlib bura çıxıb?
bilmirəm. Yəqin ki, bu 23-də də nəsə əyriliklər var. Baxaram o suala. Deməli, keçdi 24-də. Yəni bu sualın bununla əlaqəsi yoxdur. O dediyimiz yuxarıdakı sualdır. Çevirmişəm ekranı deyə sualların şəkilləri o yana bu yana qaçıb. 24. Düz prizmanın oturacağı katetləri 6 və 8 olan düzbucaqlı üçbucaqdır. Aha. Bizə deyir ki, prizmanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Həcm həmişə S oturacaq vurulsun H düsturu ilə hesablanır. Və bizə deyir ki, bu 120-yə bərabərdir. Bizim oturacağımızda üçbucaq var axı. Ona görə üçbucağın sahə düsturu xatırlayırsınızsa vurub 2-yə bölürdük. 6-nı 2-yə bölün 3, 3 8-im 24-dür. İndi S oturacağın yerində 24 durur. 24'ü nəyə vursam 120 eləyər? Bu da hündürlüyümüz. Buradan alırıq ki 5 cm imiş. Cavab oldu B variantı. 25 məchul ədədi 7 vaid artırıb. Deməli, məchul ədədi bilmir yaxı. Yazıram x. X-i 7 vaid artırıb cəmi 3 dəfə azaltsaq. Deməli 3'ə bölüb. Nəticədə 8,8 alınırmış. Deməli x-in üstə 7 gələndə nəyi 3'ə bölsəm 8,8 alınır? Bunu tapmaq üçün mən onun əksini eləyirəm. Yəni 8,8'i vururam 3'ə. O da eləyir x də gəlir 7 bərabərdir 24, 2,4, 26,4. İndi nəyin üzərində 7 gəlsəm 26,4 eləyər? Onu da tapmaq üçün 7'ni çıxıram. Eləyir 10, bir dəqiqə 26,4'dən 7, 26'dan 7'sini çıxanda 19,4. Bu da belə 25 sualdan ibarət çox mükəmməl bir monitoring idi. Həm də bu BSG-yə hazırlıq da sayıla bilər. Ona görə hər bir sualı qeyd edib yazmağı unutmayın. Cavabları yaza bilirsinizsə mənə rəydə necə düzünüz olduğunu qeyd eləyin, dəstəyinizi göstərin. Hələlik.